Lənkəranda yanğın hadisəsi baş verib. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Lənkəranın Aşağı Nüvədi qəsəbəsində ümumi sahəsi 400 kvadrat metr olan 2 mərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin yanmış meyiti aşkar edilərək aidiyyatı üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğında ölən şəxs ev sahibi 45 yaşlı Rəfi Firdovsi oğlu Rəhimovdur. Gədəbəydə bədbəxt hadisə baş verib. Rayonun Arıqdam kənd sakini 2014-cü il təvəllüdlü Sənan Ramin oğlu Bayramov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Onun meyiti yaxınları tərəfindən aşkar edilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Masallı rayonunda 1985-ci il təvəllüdlü Hikmət Bayramovu güllələyən Şamxal Muxtarzadə və əmisi oğlu Rabinə hökm oxunub. Qafqaz İnfonun əldə etdiyi məlumata görə Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb. Bildirilib ki, hadisə 2024-cü ilin aprelində baş verib. Bundan 2 ay əvvəl isə Hikmət Şamxallı rayonun 7 Oymaq kəndində bıçaqlayıbmış. Belə ki, münaqişə zəminində baş verən hadisədən sonra Şamxal qisas almaq məqsədi ilə lüləsi kəsilmiş tüfəng ilə silahlanaraq əmisi oğlu Rabinlə birgə Hikmətin yaşadığı yerə gedib. Onlar maşından düşərək Hikmətə atəş açıblar. Xəsarət alan şəxsin həyatı xilas edilib. Bildirilib ki, Hikmət iş adamı olub, kənddə kafeyə və heyvan kəsimi məntəqəsinə sahib imiş. Bu hadisələrdən sonra Hikmət Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə iş açılıb və 4 illik həbs cəzası alıb. Şamxal və əmisi oğlu isə adam öldürməyə cəhd, qanunsuz silah saxlamaq kimi maddələrlə ittiham edilib. Məhkəmənin ötən həftə çıxardığı hökmlər Şamxala 11 il 6 ay, əmisi oğluna isə 11 il 3 ay həbs cəzası verilib.